uğurun mənim fikrimcə açarı isə müəllim, şagird, valideyn kommunikasiyasının, əlaqəsinin düzgün seçilməsidir. Əvvəlcədən hədəf olmalıdır. Bizim hədəfimiz elə onsuz da uşaqların öz arzusuna çatmasıdır. 20 aprel 2025-ci il tarixdə ölkə üzrə keçirilən ümumi 9 illik təhsil səviyyəsinə görə buraxılış imtahanları yekunlaşıb. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri bu imtahanda yüksək nəticələr göstərərək rayonun və məktəblərin nüfuzunu daha da yüksəldiblər. Bu uğurlu nəticələr sırasında Abşerondan xüsusilə bir şagirdin nəticəsi diqqət çəkib. Saray Qəsəbə 1 nömrəli tam orta ümumi təhsil məktəbinin şagirdi Ləman Məsimli imtahanda maksimum 300 bal toplayaraq hər kəsi sevindirib. Ləman öz əzmi, biliyi və çalışqanlığı ilə təkcə ailəsini və məktəbini deyil, bütün Abşeron Xızı Regional Təhsil İdarəsində qürurlandırıb. 9-cu sinif buraxılış imtahanının ikinci mərhələsində maksimum nəticəni, yəni 300 bal toplamışam. Bu uğuruma görə valideynlərimə və müəllimlərimə təşəkkür edirəm. İnanırdın özünə? Bəli. Əvvəlcədən hədəf olmalıdır və qarşına məqsəd qoyanda buna çatmaq olur. Dərslərimi davamlı şəkildə oxuyurdum. Sınavlarda da elə 280-290 arası toplayırdım. 300 toplayacağımı da gözləyirdim. Gələcəkdə hədəflərin nədir? Yəni növbəti illərdə? 4-cü qrup üzrə hazırlaşıram. Xəyalım da elə həkim olmalıdır. Sözgedən təhsil müəssisəsinin rəhbəri Asif Bayramov Ləmanı və onunla bərabər yüksək bal toplayan şagirdləri təbrik edib. Bildirib ki, 9-cu sinif buraxılış imtahanları şagirdlərin əldə etdiyi bilik və bacarıqları qiymətləndirən əsas göstəricilərdən biridir. Bu nəticələr eyni zamanda şagirdlərin gələcəkdə daha yüksək nailiyyətlərə imza atması üçün möhkəm təməl yaradır. Ləman Məsimli isə göstərdiyi bu nəticə ilə həmyaşıdlarına örnək olub və göstərib ki, qarşıya məqsəd qoyub əzmlə çalışmaqla hər kəs istədiyi nəticəni əldə edə bilər. Məlumat üçün isə bildirirəm ki, şagirdlərin, təhsil alanların yüksək nəticə göstərməsi üçün birinci amil həmin şagirdin gününün, həftəsinin, ayının düzgün planlaması, düzgün bölüşdürməsidir. Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında məktəbimizin 177 şagirdi iştirak etmişdi. Həmin şagirdlərdən 9-cu sinif şagirdi Mənsimli Ləman Zaur qızım maksimum 300 balı toplamışdı. Həmin sinifin 34 şagirddən 11 nəfər isə 200-dən yuxarı bal yığmışlar. Hər bir təhsil alanının hədəfi olduğu kimi şagirdlərimizin də sonluqda bilik səviyyəsinin ölçülməsi üçün aparılan imtahanlarda yüksək nəticə göstərməsi onların növbəti təhsil pilləsində oxuması üçün zəmin yaradır. Öz adımdan kollektivimizin müəllimlərini təbrik edirəm. Valideynini uğur göstərən şagirdlərimizin, nəticə göstərən şagirdlərimizin valideynlərini təbrik edirəm və onların uğurlarının davamlı olmasını arzulayıram. Məktəbin müəllimləri də Ləmanın uğurunda əvvəlsiz rol oynayıblar. Onun dərs prosesində fəallığı, suallara həmişə düzgün yanaşması və əlavə biliklər əldə etmək üçün daim çalışması müəllim kollektivinin də diqqətini cəlb edib. Məktəbin rəhbərliyi və müəllim heyəti Ləmanın uğurunu xüsusilə qeyd edərək ona gələcək təhsil pillələrində uğurlar arzulayıblar. Dərs dediyim illər ərzində Ləman qızımın savadı ilə, təlim tərbiyəsi ilə seçilən şagirdlərdən biri olub və mən onun yüksək nəticə toplamağına inanırdım. Bunu dəfələrlə valideynlərinə də bildirmişəm. Mən şagirdlərimin, bir müəllim olaraq şagirdlərimin nailiyyətinə çox sevinirəm. 9C sinifində, mənim sinifimizdə 11-dən çox şagirdimiz 250 baldan çox bal toplamışdır. Biz Ləman qızımızla fəxr edirik, o qürur duyuruq. Məktəb rəhbərliyi, məktəb kollektivi Ləman qızımızla fəxr edir. Ləmanın atası Dinas TV müsahibəsində isə bildirdi ki, bölgə üzrə təhsildə belə uğurların əldə olunması Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan bütün məktəb müəllimlərinin və təhsil işçilərinin zəhmətinin bəhrəsidir. Ləman zəhmətkeş uşaqdır, hazırlıqlı uşaqdır, daim özlərində çalışırdı. Buna görə əslində imtahana qədər düşünməsəm də, imtahandan sonra gözləyirdim bu nəticə göstərməyin. Onun üçün Ləman özü də çox zəhmət çəkir və Ləman zəhməti ilə yanaşı müəllim heyətinin də, məktəb kollektivinin də böyük zəhməti olub. Bunun üçün müəllim, məktəb kollektivinə dərin minnətdarlığımızı bildirirəm. Biz də öz növbəmizdə Ləman Məsimlini təbrik edir, ona gələcək həyatında və təhsil yolunda yeni uğurlar arzulayırıq. Onun kimi şagirdlərin uğurları Azərbaycan təhsilinin parlaq gələcəyinin əyanı sübutudur. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.